Salam, axşamınız xeyir olsun ki, Naz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Bəhreyn, İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb. ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib. ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq. Birləşmiş Ştatlar mayda Hürmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib. Amerika Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqlədi. İndi isə daha ətraflı. Bəhreyn Xarici İşlər Nazirliyi şənbə günü səhər saatlarında İran tərəfindən Bəhreyn və Küveyt istiqamətində atılan 7 ballistik raket hücumunu pisləyib. Bildirilib ki, raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Nazirliyin bəyanatında hücumlar Bəhreyn və Küveytin suverenliyinə, BMT nizamnaməsinə və beynəlxalq normalara qarşı kobud pozuntu kimi qiymətləndirilib. Həmçinin Ərəb körfəzi regionunda təhlükəsi və sabitliyə təhdid olduğu vurğulanıb. Raketlər və pilotsuz uçuş aparatları ilə təhlükəsi qurulmur. Minalar yerləşdirməklə sabitlik qorunmur, deyə Bəhreyn Xarici İşlər Nazirliyi bildirib. Bəhreyn İranı hücumları dərhal dayandırmağa, sülh yoluna qayıtmağa, Hürmüz boğazını heç bir məhdudiyyət və ödəniş olmadan tam şəkildə açmağa, dəniz minalarının yerləşdiyi yerlər barədə məlumat verməyə və onların zərərsizləşdirilməsində əməkdaşlıq etməyə çağırıb. Nazirlik həmçinin mülki gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün humanitar dəhlizin yaradılmasını və hazırda bölgədə ilişib qalmış 20 mindən çox dənizçinin təhlükəsiz şəkildə ailələrinin yanına qayıtmasına şərait yaradılmasını tələb edib. ABŞ ordusu İranın Küveyt və Bəhreynə atdığı bir neçə ballistik raketi vurub. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. İran, Sentkamun Hürmüz boğazına doğru atılan 4 İran dronunu vurmasından bir neçə saat sonra Küveyt və Bəhreynə 7 ballistik raket atıb. İlkin hesablamalara görə İran tərəfindən buraxılan raketlərdən 6-sı ələ keçirilib, 7-ci isə hədəfinə çatmayıb, deyə komandanlığın açıqlamasında bildirilib. Komandanlıq qeyd edib ki, Amerika hərbiçiləri arasında itkilər barədə məlumat yoxdur və ABŞ hərbi dəniz qüvvələrinin Bəhreyndə yerləşən 5-ci donanmasının qərargahına heç bir ziyan dəyməyib. ABŞ qüvvələri İranın Sirik və Geşm adalarındakı radar obyektlərinə zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumatı yayıb. Birləşmiş Ştatlar ordusu İranın Qoruq və Geşm adalarındakı sahil radar qurğularına zərbələr endirib, deyə məlumatda qeyd olunub. Birləşmiş Ştatlar Prezidenti Donald Trump bəyan edib ki, Vaşinqton İranla qarşı durmanı yaxın zamanda ya iki tərəfli razılaşma ya da daha sərt vasitələrlə yekunlaşdırmağı planlaşdırır. Biz elə bir mərhələyə çatmışıq ki, İrandan çox qısa müddətdə çıxmalı olacaq və bu qətiyyətli addım olacaq. Bu, istər kağız üzərində imzalanacaq sazişlə, istərsə də daha sərt üsullarla baş verəcək, deyə Trump vurğulayıb. Onun sözlərinə görə proses artıq yekun mərhələyə yaxınlaşıb. Bu məsələ ilə demək olar ki, artıq işi bitirmişik. Görəcəksiniz ki, hər şey ya sənəd imzalanması ilə ya da daha mürəkkəb üsulla başa çatacaq. Baxmayaraq ki, saziş yolu əslində daha sadə variantdır, deyə ABŞ lideri vurğulayıb. ABŞ Prezidenti Donald Trump bildirib ki, İran, Vaşinqtonun hərbi əməliyyatları başlamazdan əvvəl malik olduğu raket arsenalının təxminən 21-22%-ni hələ də saxlayır. Trump bunu NBC News-a müsahibəsində bildirib. Onların hələ də müəyyən sayda raketi və pilotsuz uçuş aparatı var. Faizlə ifadə etsək, təxminən 21-22% raket ehtiyatları qalıb. Bu, yenə də kifayət qədər çox raketdir. Lakin ilk zərbələr zamanı malik olduqları qədər deyil, deyə ABŞ lideri İranın hərbi potensialının əhəmiyyətli hissəsinin zərərsizləşdirildiyini vurğulayıb. ABŞ ordusu may ayında Hürmüz boğazından 100-dən çox ticarət gəmisinin keçidini əlaqələndirməyə kömək edib. Bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, ABŞ və İranın münaqişəyə son qoymaq üçün apardığı danışıqlar dalana dirəndiyindən bu su yolundan keçmək gəmilər üçün təhlükəli olaraq qalır. The New York Times qəzeti əvvəllər ABŞ Mərkəzi Komandanlığının boğazdan keçməkdə 70 gəmiyə kömək etdiyini bildirmişdi. Qəzetin məlumatına görə onların əksəriyyəti keçid zamanı transponderləri söndürüb.
Birləşmiş Ştatlar Dövlət Departamenti Küveytdə pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri və əlaqəli avadanlıqların satışını nəzərdə tutan dəyəri təxminən 1,98 milyard dollar olan xarici hərbi satış paketini təsdiqləyib. ABŞ Konqresinə təqdim edilən bildirişə əsasən Küveyt pilotsuz uçuş aparatlarını aşkarlamaq və məhv etmək üçün nəzərdə tutulmuş müxtəlif sistemlər, o cümlədən kinetik və elektron müharibə imkanları, komanda və idarəetmə sistemləri, müşahidə qüllələri, həmçinin logistika və təlim dəstəyi istəyib. Paketə həmçinin uzaq mənzilli müşahidə qüllələri, dəniz müşahidə sistemləri, müxtəlif proqram təminatları, mühəndislik xidmətləri və podratçı dəstək xidmətləri daxildir. Müqavilənin əsas icrasının ABŞ-nin Kaliforniya ştatında yerləşən Android şirkəti olacağı gözlənilir. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.